Salam küçük dostlar. Ben Aqila Uyğur. Bugün Ormanlıqdakı Oyunlar degan kitabның davamını oquyman. Şadlıq usulü. Tusuq tapçılışını ögünmən dep yürgəşki ormanlıqqa berişqa çolus değməyə atatdı. Onun tapçılışqa təbii talantı yoki başqa səbəb barmı barmaqlarının dapqa şundaq təkkürçü biləndən dapdın tusuq özüm oylap baxmağan nəğmə-navalar yanraydıqan boldu. Mahmud babayımın tusuqның tapçılış maharetindən heyran qaldı. Tusuqның çalğan nəğmələri bütün canavarlarını uslu oynaşqa çıllatqandək bəkmə coşqun yanraydı. Mahmud babayının Mehmet Nurxan anamı tusuqның çalğan depağa ixtiyarsız uslu oynab gedətdi. Nurxan Mamay qız vaxtları da usulunu bək çiraylıq oynaydı. Məhəllədəki toy məşrəblərdə onun usullarını görmezdə durub alğanlar, həm usulğu təklif qıldığanlar köp idi. Mana bugünmü o qız çağları qayıtqandək orundan likkədə turub, tusuqның çalğan depağı usulğu düşdü. Bunu görüb Mahmud babayının azıraq içdarlığı gəldi. Hey, mən dap çalsam, qol bəllərim qetib qapdı dep uslu oynağız onamaysan, Tursuncanla çalğan depağı oynab getdin. Mahmud babay tusuqqa məstlik kelib qırıldab köldü. 50 yıl dap çelib Mahmud dap degen nəmni alğanğı tuşluq Tursuncançilik mi çala almaydıqanla. Dapını Tursuncandək çalmandı. Nurxan Mamay bu gəpni Mahmud babayını qəsdən tərəktürüş üçün dəvətdi. Bırak köngüdə babaya qayıl idi. Mahmud babay mı boş gəlmədi. Tursuncanның mənim şagirdim ikənligini unutub qalma. Onu mən tərbiyəlimigən bolsam boyan xırıldab güldü. Burun çıqqan qulaqdan keyin çıqqan müngüz eçib gedibdi da balı çaqılarının həmmisi öy uçaqlıq qılıb olub yoğan yolda yalğız qalğan babay Mamayının gülki çaqçaqları içində dapını həqiqətən yaxşı ögəndi. Balılar bayırmağa yəni 3 gün qalğanda tusuq ormanlıqdakı yolvazdan yeniğa bardı. Yolvaz tusuqna kildiğanlıqdan xəbər bolğaşqa onun aldığı çıxıb durğan ikən. Tusuq ormanlıqның başlanmasıdaki heliqi kiçik otlaqqa qadam qoyuş biləndən yolvaz onu qızğın kütüb aldı. Xoş gəbsiz Tursuncan, xoş gəbsiz merhaba. Esselamu aleyküm akka ve aleyküm esselam. Tinç aman turvatansız yaman emas turdum yolvaz akka bu yerge yalğız kelib qapsız o. Akşam çüşümge kelib qapsız bugün sizni kelemdigin dep turatdım. Çüşüm oňuňa tartipdi mana bugün mübarek kademiniz. Güzel ormanlığımızga qadam tegibdi yolvaz. Tusuqni boynuğa esilib alğan depağa heyran bolub qaradı. Boynuňyzdaki awy galyty närsi näme? Dap näme kıldıgan närse onu boynuňyzga esip alğanyňyz qarganda bek moýum närse oxşamamdy. Dap dedim-gu, siz muçu wagtgacha dapny körüp bakmaganmı? Yolvaz tusuqның bu sualdan xıcıl bolğandek beşini saňgylatdy. Rast gepni kılsam mən bundaq nərsəni körüp baxmapdikənmən. Boynuňyzga esip alğanyňyz qarganda çoxum moýum närse bolsa gerek dep oýladım. Şundaq hazır bu dap men üçün nähayetde moýum. Mən bundan acayip yanraq nəğmələrini çıxara alayman.
Bu daptan çıkan nəğmələr hər qandaq ədavətlərini yox qılıydı. O adamlar və başqa canavarlara şadlıq əta qılıblı qalmay, bəlkə onların arasındakı türlü ziddiyyət və ədavətlərini yox qılalaydı. Yolbaz tutuqның gepiga işənməyəndək birdən turub getdi. Ondaq bolsa şirkimizin o dürüstlük ədavətini yox qılıvatsınız bolamdı. Şir bilan azarlaşıb qalğandan buyan köngülüm yerim bekki-dükki yaşadı mən. Ormanlıqdakı hayvanlar uçtaki bölünüb özara cidəlləşib may tartışıb yürüvadıdı. Burun mən bilən inaq ocadıqan bəzi hayvanlar hazır şir bilən mənim nəzəriyimi ilmaydı. Mən burunqa çağlarını seyğandığan bolub qaldım. O çağlamışı ortaqda türlü bəzimə məşrəblər bolub duratdı. Sizlər nemiş bundaq ziddətləşib qaldınlar, burunqadək yaşaversanlar bu olmazmıdı? Xəbəriniz yoxdur. Gep qılıvatsız bu. Bir günü şir bilan muңdışıb keley dep ketivatsam, tülki bilan uçuruşup qaldım. Qarasam onun çırayı tatırıp ketibdiği. Hey tülkican nem boldun perişan görünürsən oğu desen, o siz kaçanğıcı muşundaq beğen yürüsüz. Şir hazır neme koydu yürüdü bilemsiz. O ormanlıqqa padişah buluş üçün tayarlanıvatıdı. Yakında adamlarının vekili Tursuncan kelib bu ormanlıqның padişahını elan qıldıkən, siz vaxtıda tutuş qılmışsınız, şir tutuqunu indəkə kəldirib boldu, dedi. Şunu bilan mən öz yaxınlarım toplab bu ormanlıqqa padişah buluşunun koyuğa düşdüm. Şirmi şu koyuğa düşkən gep, ana şundan keyin hər ikimizga aramlıq bolmayvatıdı. Boynumdakinin nima ekanligini rostdan bilolmadingizmi? Bu dap adamların usul oynaydigan mana bu shu dapdan chiqqan ovozga tankesh qilib o'ynaymiz. Buningdan chiqqan nəğməni siz anglasangizmi tura olmay qalasiz. Şundaqmı bu dap degan narsaniz rost shundaq karamati barmadı. Yolbaz yangi o'yinchiqni ko'rgan kichik boladek dapqa hayron bo'lib qoldi. Gepimga ishonmayotgan o'xshamaysiz, ishonmasangiz, mana men hozir bu dapning karamatini ko'rsatib beray. Sizning gapingizga men qachon ishonmagan, bu narsangiz ko'ngilni xush qilib ijodatni yo'q qiladigan ish bo'lsa, qaynoni bir chilinga. Yolbaz necha vaqtdan beri dakkichilikda yurib, to'lama charchagan bo'lg'achqa dapning karamati bilan ko'nglidagi andishalarini yo'qotishga aldiratadi. Tusuq dapni bo'ynidan chiqarib, xuddi sahnaga chiqqan dapchilardek haddini rostladi. Mahmud bobay o'tayotgandek mardona qiyofat bilan dapni yenik chelishga boshladi. Endi tusuq qo'l barmoqlarini boshqara olmay qoldi. Dapdan chiqqan yangroq bir sada butun o'rmonliqni larzaga keltirdi. Bu sho'x nag'ma tusuqning tepadan emas, osmondagi quyoshdan kelayotgandek tuyuldi. Yolbozning ko'nglidagi g'amandishlar biroqli ko'tarilib ketdi. O azaldan usul oynab baxmagan edi. Biroq dap nag'masi onu ixtiyorsiz usulga tushiribdi. Yolbozning xuddi odamlardek o'rtirib sho'xlik bilan usul o'ynashi tusuqqa kulgilik tuyulsa-mu, ammo chandurmadi.
Mana bu yeşil otlaqda həmin hayvanlar usulğa düşkən idi. Həmədən qızıqı Yolbaz bilən Şir xuddi qadinas dostlardek öz ara beqişib, pırqırışıb usul oynadardı. İki tərəfdən bölünən hayvanlar adavetlerini unutup xuşal-xuram usul oynadardı. Bundaq enaq keyfiyyatının bolmağına xeyli çağlar bolğan idi. Onlarının usul oynatqanığa 20 saat bolğan bolsun, heç toxtaydığında qılmaydı. Tusuq tapçılışını toxtatmaqçı bolduyu, bırak tap ve parmakları onu boysunmayvadatdı. Fakat tülkül bu yerde nemi karamet boluvatqanlığını biləlmək bir cətdə hiyligarlik bilən yalğan gülüb turatdı. Bu kızğın keyfiyyatdan köngli söyünüb turğan tusuq bilən tülkünün bu əhvalını görüb qaldı. Hayvanlarının məst olub qalğanda şunda xuşal idi ki bir-birini qucaqlaşıb bir-biriga yaqinchilik qilishdigan türlü hareketlerini qiladi. Otlaq bayram şadlıqqa çömgən idi. Hayvanlar tusuqni beşiqaylab götürüb təntəni qaldı. Usuldan keyinki şadlıq çuqanları ormanlığını lərzəyə keltirdi. Şir bilən Yolbaz orunsuz üçün azarlaşıb qayıtdı, yarışıb qalğan dostlardək bir-biri bilən qucaqlaşıb fəqat ayrılmadı. İkisi tusuqni elib otlaqның oturusdaki döngə çıxdı. Tusuqmu bu inat keyfiyyatdan hayacanlanıb getkeşkən emdeyişini biləlmədi. Növətəvəndə təxic şadlıq şavqunları besixmağan idi. Dərəxlərə qadarlaşıb qonup alğan quşlar xuşallığının biçirlər sayırışatdı. Yolbaz bilən Şir aval qaysımız sözlərimiz deyəndək bir-biriga qardı. Şu çağda onlarının esiga tusuq gəldi. Tusuq onlarının işarətlik qaraşlarından məqsədini bilib meyidisiga sangılab turğan dabını dümbüs tərbiyi ittirib etib yanına qırıb ətkəndən keyin yuqarı avazlı sözlədi. Qadirlik dostlar, sizlərinin bu yerə muşundaq enaq keyfiyyat içində cəm bolğanlardan bək söyündüm. Mən sizlərinin muşundaq enaq əcəl ötüşünlərini arzu qılatdım. Mən bu ormanlıqqa gəlgəndən bu yan bugünkidək xuşal bolmağan idim. Mən aldı bilən sizlərini bu yerə cəm qılıb alğan Yolbaz bilən Şirğa üçün qalbimdən rəhmət edəmən. Hörmətlik Tursuncan, ədəbsizlik bolsumu gepinizin tartıb aldım. Ormandakilərini biz əməz siz cəm qıldınız. Sizin depinizin yamraq nəğməsi bolmağan bolsa biz bu yerə cəm bolalmaydıq. Bugün biz sizin depinizə rəhmət etdiniz, dedi Yolbaz Tursuncanın depini tartıb elib. Quşlar və hayvanlar şadlıq təntənəsiga jor bolub atqan bolsa-mı, tülkü hissət içində azablanırdı. O çandırmaslık üçün topunun arasıga kirib xuşal bolğan qiyafətə kirib aldı. Şəfəq qızırıb qaranğı düşəy degəndə Yolbaz bilən Şir tusuqni növbət bilən mindirib Birdəmdəli məhəlləsiga aparıb qoydu.